Əgər bir qadın illərlə ağrı, gərginlik, xəyanət və ya qorxu ilə yaşayıbsa, sakitlik ona qəribə görsənəcək. Nə üçün qadınlar xoşbəxt olanda belə özlərini narahat hiss edirlər? Bəzi qadınlar hər şey yaxşı getdiyi halda belə daxillərində səbəbsiz bir narahatlıq hiss edirlər. Çünki onlar uzun müddət stresə öyrəşiblər. Beyin üçün tanış olan hiss təhlükəsiz görsənir. Əgər bir qadın illərlə ağrı, gərginlik, xəyanət və ya qorxu ilə yaşayıbsa, sakitlik ona qəribə görsənəcək. O düşünəcək ki, hər şey bu qədər yaxşı gedirsə, yəqin sonunda pis bir şey olacaq. Bu hiss sevginin yox, travmanın nəticəsidir. Və unutmayaq ki, bu narahatlıq hissi zəiflik deyil, keçmiş travmaların izidir. Sakit anları qəbul etməyi öyrəndikcə, beynimiz də yavaş-yavaş təhlükəsizliyə alışacaq və sən həqiqi xoşbəxtliyi yaşamağa başlayacaqsan.